Əgər spermatogenez zamanı yetişmə mərhələsinə daxil olan hüceyrələrin sayı oogenez zamanı yetişmə mərhələsinə daxil olan hüceyrələrin sayından 2 dəfə çoxdursa, onda əmələ gəlmiş yumurta hüceyrələrin sayı yaranan bütün qametlərin hansı hissəsini təşkil edər? Deməli, spermatogenez zamanı yetişmə hüceyrəsinə daxil olan erkək hüceyrəni çəkirik. Bilirik ki, bir ana hüceyrə bölünürdü. Sonda 4 hüceyrə yaranırdı və hər biri 4 ədəd qamet olurdu. Spermatozoide çevrilirdi. Dişi ana hüceyrənin, ilkin hüceyrənin yetişmə zonasına daxil olması nəticəsində bir bölünürdü. Biri böyük, biri kiçik hüceyrə yaranırdı. Sonda isə 4 hüceyrə, bunlardan 3'ü məhv olur, yönəldici cimcişdir. Biri isə yumurta hüceyriyə çevrilirdi. Yəni yumurta hüceyridə bir dənəsi burada yaranmış olur. Tamam, biz burada deyir ki, 2 dəfə çoxdur spermatozoid yaranırdı və bu erkək orqanizmin yaratdığı dişi orqanizmin yarattığından 2 dəfə çox olacaqdır. 2 dəfə çox olursa biz bilirik ki, bir hüceyrəni, yəni bu 2x olacaqdır deyək ki, bu da x olacaqdır. Bir hüceyrənin bölünməsi nəticəsində neçəsi yaranır? 4'ü yaranır. Tamam, 2 dənə hüceyrə bölünsə, onda 8 dənə burada qamet yaranmış olacaq. Bəs burada da x götürmüşük də, yəni belə deyək ki, bir hüceyrə yaranır. Tamam, bu da bir dənəsi yaranır. Bizə sonda nə deyir? Dedi, əmələ gəlmiş yumurta hüceyrələrin sayı yaranan bütün qametlərin hansı hissəsini təşkil edir? Hissəsini soruşur sadəcə. Tamam, hissəsini soruşursa, cəmi 8'in üstünə 1 gəlsək, 9 dənə qamet yaranıbdır. 9'un bir hissəsi, yəni 9'da biri deyək ki, aiddir dişiyə. 9'da 8 hissəsi də aiddir erkəyə. Yekun desək, yəni yumurta hüceyrəni bizdən soruşurdu. Yumurta hüceyrənin sayı 9'da 1 olacaqdır. Düzgün cavab 9'da 1.